Salam uşaqlar. Hər gün inşallah hər 10 testin izahını paylaşasıyıq. Birinci testimiz, yəni baxmayın ki, bu testlər çətin testlərdir. Testləri işlədikcə vərdiş daha çox yaranır və hər dəfə işlədiyiniz testlər daha rahat gəlir sizə. Ona görə qəbulda testləri çox rahat işləyirsiniz. Və bu tipli testlərin də düşmə ehtimalı çoxdur. Yəni kitabınızda olan çalışmalara görə də artıq bu tipli testlər çox yayılır. Birinci tapşırığımıza baxırıq. Müəyyən qədər başlanğıc sayıya malik olan bakteriyaların maksimum sürətlə deyirsə, o dəqiqə bilirik ki, 20 dəqiqədən bir bölünür. Maksimum sürətlə bölünməsi zamanı 2 saatdan sonra bölünməyə məruz qalan fərdlərin cəmi 378 olmuşdur. Üçüncü bölünməyə məruz qalan bakteriyaların cəmi ilə 5-ci bölünmədən əmələ gələn bakteriyaların cəmi arasındakı fərq neçəyə bərabər olar? Mən başlanğıc bakteriyamın müəyyən qədər dediyinə görə başlanğıc bakteriyamın sayını bilmirəm. Buraya yazıram N. Sonra mən deyir ki, 2 saatdan sonra bölünməyə məruz qalır. Mən o dəqiqə bilirəm ki, 2 saatdan sonra bölünməyə məruz qalırsa, baxın, bunu 2 saat ərzində bölünməyə məruz qoyuram. N, 2N, 4N, 8-in. Baxın, burada 1 saatımız bitdi. İndi davam edirəm. İkinci saatıma keçirəm. 16N, 32N və gəlirəm nəhayət 64N. Yəni 2 dəfə sayını artırıram bunun. Bu N-ə bərabərdir, bu da 64N-ə bərabərdir. Deməli, əmələ gələn bakteriyalarımın sayı 64N-dir. Əvvəlki bakteriyalarımın sayı N-ə bərabərdir. Mənə deyir ki, bölünməyə məruz qalan bakteriyaların sayı 378 olub. 64N-dən, yəni biz bölünməyə məruz qalan bakteriyaların sayını tapanda nə qarırdıq? Əvvəlki əmələ gələn bakteriyadan ilkin bakteriyamın sayını çıxaraq, mən bölünməyə məruz qalan bakteriyaların sayını tapıram. 64N-dən çıxıram N-i. Bərabər eləyirəm onu 378-ə. Deməli, burada mənim 63N-im bərabərdir 378-ə. Mən burada bölərək cavabı tapıram ki, görüm cavabım neçəyə bərabərdir? 378-i bölək. 378-i bölək deməli neçəyə? Kalkulyatorda bölürük. 378-i 63-ə böləndə, səhv eləmirəmsə 6. 63-ə böləndə. Bəli, 378 alır 6. Deməli, mənim başlanğıc bakteriyamın sayı 6-ya bərabər. Baxın, burada yazıram 6, burada yazıram 12, burada yazıram 4N deyə 24. Burada yazıram 24N, burada 24-ü hər dəfə 2 dəfə artırıram. Buraya yazıram 48. Buraya yazıram 48-i 2-yə vuranda eləyir 96. Mən, baxın, görə neçənci? Mən deyir ki, 3-cü bölünməyə məruz qalan. Baxın, 6 bakteriyamız 1-ci bölünməyə məruz qalıb, 12 bakteriyamız 2-ci bölünməyə, 24 bakteriyamız 3-cü bölünməyə məruz qalıb. Ona görə 3-cü bölünməyə məruz qalan bakteriyamın sayı 24-ə bərabərdir. Mən deyir ki, 5-ci bölünmədən əmələ gələn, baxın, bu 1-ci bölünmə, 2-ci bölünmə, 3-cü bölünmə, 4-cü bölünmə, 5-ci bölünmə və 5-ci bölünmədən əmələ gələn bakteriyamın sayı bərabərdir 192-yə. Mən bunlar arasında, bunların cəmi arasındakı fərqi istəyir. Yəni 192 ilə 24 arasındakı fərqi istəyir. 192-dən çıxıram 24-ü, cavab eləyir 168. Deməli, mənim cavabım burada olur A bəndə. Sonra gəlir ikinci məsələmizə. 6 müxtəlif əlamətə görə əmələ gətirdiyi 8 növ qametdən 7 növü özündə resesiv əlamətə malik olan gen daşıyan və bu genotipi soruşur məndən. Uşaqlar, mən qamet sayını necə tapırdım? Qamet sayını tapanda 2 üstü N düsturundan hesablayırdım. Buradakı N heterozigotların sayını bildirir. Mən deyir ki, 2N burada 8 sort qamet hazırlayır. Deməli, heterozigotlarımın sayı 3 olub ki, 2 üstü 3 gəlsin, mən 8-i versin. Məndə burada bunların heterozigotların sayı 3 olan cavab axtaracağım. Gəlin burada baxaq. Deməli, burada nəyə baxaq? Üzr istəyirəm. Deməli, burada baxaq biz nəyə? Burada baxaq görək hansı genotiplərdə 3 əlamətə görə heterozigotluq var. Baxıram, bax bunda 1, 2, bir də burada baxıram 3. Bəli, burada 3 əlamətə görə heterozigotluq var. A ola bilər cavabım. Burada 1, 2, 3. Bəli, burada da 3 əlamətə görə heterozigotluq var. 1, 2, burada da 3 əlamətə görə heterozigotluq var. Amma burada baxıram ki, sadəcə 2 əlamətə görə heterozigotluq var. Ona görə D də ola bilməz burada.
Burada Y də ola bilməz, çünki burada 4 əlamətə görə heterozigotlar olur. Cavabım A, C, Y-lərdən biridir. Və deyir ki, 6 müxtəlif əlamətə görə 7 növ resessiv əlamətə malik olan gen daşısın. 6 dənə əlamət var. 6 dənə əlamət var, amma özündə 7 növ gen daşımalıdır. Və də mən bilirəm ki, 8 növ qamet əmələ gətirir. Bu qametlərdən onda 7 növü özündə resessiv geni daşımalıdırsa, bir növünün hamısı özündə dominant geni daşımalıdır. Baxırıq burada tərkibində yalnız resessiv olan əlamət ola bilməz. Baxın, A bəndində kiçik D var. Ona görə qametlərin hamısında resessiv gen olacaq. Amma mən eləsi lazımdır ki, bu qametin tərkibində yalnız resessiv gen yox, həm də dominant gen olsun. Baxın, burada C cavabı uyğun gəlir. Bax, burada da kiçik D var. Burada da qametlərin hamısının tərkibində kiçik D-yə rast gəlməzsə. Yəni, məndə bu niyə belə olasın? İndi baxın, izahını vereyim. Çünki bu mənə qamet verəndə, baxın uşaqlar, bu mənə qamet verəndə böyük, tutaq ki, böyük A, böyük B, böyük C, mütləq mən bunu bütün qametlərdə kiçik D olaraq götürəsiyəm. Çünki bu mənə yalnız bir sort qameti verir. Ancaq burada olan, bax, böyük C, böyük D, böyük, buradakılar yalnız mənə dominantı verəcək və bu həm resessivi verə bilər, həm də dominantı verə bilər. Ona görə cavabımı götürürəm C bəndi. İnşallah başa düşürsünüz. Başa düşməsəz yazarsınız, izah eləyərəm. Hansı canlıda homoloji xromosomlar cütünə rast gəlir? Homoloji xromosom cütü o canlıda rast gəlinir ki, bu canlılar, belə deyək, müxtəlif növlərin çarpazlaşmasından alınan canlılar olmasın. Çünki homoloji xromosomlar eyni növün fərqlərinin çarpazlaşmasından alınır. Ona görə mən burada Bester nəyin çarpazlaşmasından yaranırdı? Seleksiyanı buna görə burada bilməliyik. Seleksiya bölməmizdə var idi. Ağ balıqla cökənin hibridi Bester adlanırdı. Çünki ayrı-ayrı növlərin çarpazlaşmasından əmələ gəlib. Ağ balıq ayrı xromosom cütünü ayrı-ayrı xromosomu daşıyır. Cökə ayrı xromosomu daşıyır və bunlar birləşdikdə homoloji xromosomlar cüt olaraq üzə çıxmır. Qaytaq nəyin hibridindən yaranır? Yakla iri buynuzlu qara malın hibridi qaytaq adlanırdı. Demək, bu da hibriddə. Ayrı-ayrı növlərin hibrididir. Qatır eşəklə atın hibrididir. Bu da ola bilməz. Arxar merinos, deməli, merinosla arxarın hibrididir. Bu da ayrı-ayrı növlərdir. Amma yak, baxın, yak növdür. Yakla iri buynuzlu qara malın hibridi, yakla, deməli, iri buynuzlu qara malın hibridi adlanırdı qaytaq. Qaytaq necə alındı onda? Qaytaq alındı müxtəlif növlərin çarpazlaşmasından. Ona görə biz qaytağı eyni növ götürə bilməyik, homoloji xromosomu götürə bilməyik. Ona görə cavabımız olur yak. Çünki yak, deməli, hibrid deyil, yak təbiətdə və şu halda rast gəlinir. Oldu, ona görə cavabımız oldu B bəndi. Sonra gəlirik, deməli, 4-cü sualımıza. 4-cü sualımızda nə deyir? Sorucu diskə və 4 cüt qamçıya malik olan ibtidai heyvan. Sorucu diskə və 4 cüt qamçıya malik olan ibtidai heyvan liambliyadır uşaqlar. Liambliyalar parazitlik eləyirdi, protozoazlar adlanırdı, onun əmələ gətirdiyi xəstəliklər. Çünki o insanlarda bir hüceyrəlilərin törətdiyi xəstəlikləri biz protozoazlar adlanırdı. Bəs liambliyanın əlamətləri necə idi? Liambliyanın əlamətləri belə idi. Liambliyalar deməli, ən çox bunlarda uşaqlar yoluxurdu. 400 qamçıya və sorucu diskə malik idilər. Həm nazik bağırsağı, həm qaraciyəri, həm də öt kisəsində pozğunluqlar əmələ gətirirdilər. Ona görə qaraciyərdə parazitlik eləyir, nazik bağırsaqda parazit eləyir, liambliyadır. 1-3-4 olan cavab olmalıdır. Burada da 1-3-4 cavabı yoxdur. Həməndən yanlış istəyir. Onda yanlışımız olası 2 ilə 3. Və burada da elə cavab yoxdur. 2 ya cavab A bəndi də ola bilər, B bəndi ola bilər. Burada doğru cavabı D bəndi də ola bilər. Burada doğru cavab verilməyib. Deməli, bizdə yanlış cavablarımız 2 ilə 3-dür. Cavab verilmədiyinə görə, amma mən deyirəm 2 ilə 3-dür. Burada qaraciyərdə doğru cavab veriblər. Əslində qaraciyərdə parazit eləyir, amma qaraciyərdə parazitlik eləyir həqiqətən bu. Köhnə əvvəlki onun sinfin nəşrində qaraciyər verilməmişdir, amma təzə nəşrlərdə qaraciyər verilib. Ona görə bunu götürmürük. Sonra keçirik növbəti 3-cü sualımıza. 3-cü sualımızda nə deyir? 3-cü sualımızda deyir ki, 3-cü sualımızda nə deyir? Yox, keçirik 5-ci sualımıza. 5-ci sualımızda nə deyir? 5-ci sualımızda deyir ki, çarpaz tozlanan bitkinin endospermində olan xromosom dəsti M, sperminin xromosom dəsti isə N olarsa, sperminin xromosom dəstində bizə N verir. Və deyir ki, yumurta hüceyrənin xromosom dəsti neçə olar? Dişi və erkək bitkilər eyni xromosom sayına malik deyil. Uşaqlar, endosperm necə yaranırdı? Endosperm yaranırdı mərkəzi hüceyrə ilə plus
sperminin birləşməsindən. Bəs rüşeym necə yaranırdı? Rüşeym isə yaranırdı və yaxud zigot. Zigot isə yaranırdı yumurta hüceyrə ilə sperminin birləşməsindən. Burada mən deyir ki, endospermdə xromosom dəsti M-ə bərabərdir. Bura yazıram M. Və spermidə də deyir, xromosom dəsti N-ə bərabərdir. Demək, bunun mərkəzi hüceyrə bərabərdir. M mərkəzi hüceyrə bərabərdir. Bura yazaq, mərkəzi hüceyrə qarışmasın. Mərkəzi hüceyrə bərabərdir. M çıxılsın N-ə. Mən bilirəm ki, mərkəzi hüceyrə bir canlıda 2N-ə bərabərdirsə, ümumiyyətlə, yumurta hüceyrə mərkəzi hüceyrənin yarısına bərabərdir. Onda əgər mərkəzi hüceyrəmiz M çıx N-dirsə, onun yumurta hüceyrəsi necə olasıdır? M çıx N bölünmüş 2 cavabımız olur D bəndi. Sonra keçirik növbəti testimizə. Növbəti testimiz 6-cı sualda. 6-cı sualda nə deyir? Deyir ki, kələm bitkisinin bir çiçək qrupunda əsas ox və çiçək saplaqlarının cəmi 8 ədəd olarsa, kələm, yadımıza salıram, kələm xaç çiçəklər fəsiləsinə aid idi. Xaç çiçəklər fəsiləsinə aid olan kələm bitkisinin çiçək düsturu K4, L4, Y6 və D1-ə bərabər idi. Və kələm bitkisinin çiçək strukturu deyəndə biz burada çiçək saplağı və çiçək yatağında nəzər alırıq. İndi görək bizdə məsələdən nə soruşur? Bizə deyir ki, əsas oxun sayı sadəcə bir ədəddir. Əsas oxun üzərində çiçəklər salxım çiçək qrupunda yerləşir və sadə salxım çiçək qrupunda yerləşir. Əgər bir ədəd əsas ox varsa, demək, əsas oxumuz bir ədəddir. Əsas ox plus çiçək saplağı. Çiçək saplağımızın sayını bilmədiyimizə görə cəmi 8-ə bərabərdir. 8-dən biri çıxanda tapılır çiçək saplağı 8 ədəd. Demək, baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. Yox, 7, çünki bizə 7 deyir. Bunu silək. Deməli, baxın. Deməli, bu bitkidə neçə dənə çiçək var? 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7 də çiçək var. İndi mən deyir ki, çiçək qrupunda olan çiçəklərin yarpaq mənşəli strukturlar. Çiçəkdə var idi yarpaq mənşəli strukturlar, var idi zoğ mənşəli strukturlar. Yarpaq mənşəli strukturlara aid idi kasa yarpağı, ləçək, erkəkcik və dişicik. Bunlar yarpaq mənşəli strukturlar idi. Zoğ mənşəli strukturlara isə aid idi çiçək saplağı və çiçək yatağı. Onda mənə lazımdır kasa yarpağı, ləçəklər, erkəkcik və dişicik. Əgər bir çiçəkdə bunların cəmi 15-ə bərabərdirsə, baxın, bir çiçəkdə 15-ə bərabərdirsə, çünki buradan toplayıram 4 üstəgər 4, 8 üstəgər 6, 14 üstəgər 1, 15. Bəs 8 çiçəkdə neçəyə bərabərdir? 15-də 8-ə vuranda cavab eləyir. Neçə? Çiçəklərin yarpaq mənşəli strukturlarının cəmi neçəyə bərabər olar? Nədə səhv elədik biz? 7 çiçəkdə neçəyə bərabər olar? 15-i 7-yə də vuranda cavab eləyir 105. Cavabımız olur A bəndə. Sonra keçirik 7-ci suala. 7-ci sualımızda nədir? DNT molekulunun müəyyən bir hissəsində nukleotidlərin 4-ü 4 rabitənin, digərlər isə 5 rabitənin əmələ gəlməsində iştirak edir. Bu sahədən olan məlumat elentesində maksimum neçə növ kodlaşdırıcı triplet olar? Baxırıq. Deməli, müəyyən bir hissəsində nukleotidlərdən 4-ü 4 rabitədir. Mən bilirdim ki, 4 rabitənin əmələ gəlməsində iştirak edə bilər sitozin, guanin, əgər zəncirin sonunda yerləşirsə. Çünki zəncirin sonunda yerləşəndə sitozin bir özünün əvvəlkindəki ilə, guaninlə rabitə əmələ gətirir. Guaninlə əmələ gətirdiyi rabitə özünün qarşısındakı ilə 3 rabitə, özündən sonraki ilə isə bir ədəd kovalent rabitə əmələ gətirir. 4 rabitə oldu, əgər zəncirin sonunda yerləşsə. Amma əgər zəncirin ortasında yerləşsə, onda özündən əvvəlki ilə bir rabitə, özündən sonraki ilə bir rabitə, özünün önündəki ilə isə 3 rabitə əmələ gətirir. Onda 5 rabitə əmələ gətirir. Baxıram, zəncirin sonunda adenin və guanin olarsa, bu maksimum rabitə əmələ gətirə bilmir. Ona görə deməli, zəncirin sonu sitozin və guaninlə bitir. Baxın, burada da guanin olur, burada da sitozin olur. Niyə?
Bu sahədən sintezi olan məlumat edir də maksimum neçə növ kodlaşdırıcı triplet olar? Bir hissəsinə deyir 4 rabitənin, digərləri 5 rabitənin. İndi 5 rabitənin əmələ gəlməsində də iştirak edən ortadakı sitozindən guanindir. Deməli, mənim zəncirim yalnız sitozin və guanindən ibarətdir. Ondan 2 dənə triplet olar. Baxıram, maksimum neçə tripletliyi kodlaşdırıcı triplet olar? Onda 2 ədəd nukleotid varsa və bunlar 3-3 kodlaşırsa, deməli, olur 8 növ triplet. Bu 8 növ triplet deməli, 8 növ triplet. Və mən bilirəm ki, kodlaşdırıcı olmayan tripletlər DNT-də ATT, ATC və ACT-dir. Və burada da bunların tərkibində də və sitozin guanin də tərkibində görürsünüz, buralarda heç adenin və timinə rast gəlmir. Ona görə 8 növ triplet elə 8 növ amin turşusunun kodlaşdırılmasında iştirak eləyər. Cavabımız olur elə Y bəndi. Sonra keçirik növbəti 8-ci sualımıza. 8-ci sualımızda deyir ki, həşəratda maksimum qiymətini tapın. Nəfəsgah sayı. Biz yadımıza salırıq. Həşəratda bədən başdan, döşdən və qarıncıqdan ibarət idi. Döşün buğumunu konkret buğumu 3-ə bərabər idi. Amma qarıncığın buğumu həşəratlarda minimum 5 idi, maksimum 11-ə bərabər idi. Minimum 1-ə bərabərdir. Maksimum 1-ə bərabərdir. Məndən maksimum buğumu soruşur. Və mən bilirəm ki, həşəratda döş buğumlarından ilk birincisində sigmalar yoxdur, amma sonuncu 2 dənə buğumda hər buğumun yanlarında 2 ədəd sigma yerləşir. Ona görə ortadakı ikinci və üçüncü buğumda 2-ni vururam 2-yə 4 və qarıncığın sonuncu buğumunda 11 ədəd buğum varsa ondan biri çıxıram, qalır 10 buğum. Çünki sonuncu buğumda sigmalar yoxdur. Ona görə onu da təzədən 2-yə vururam. Çünki hər buğumda 2 ədəd nəfəsgah var. 20 ilə də 4-ü toplayanda cavab neçə edir? 24. Bəli, cavabımız var. A bəndi olur. 8 oldu A bəndə. Sonra keçirəm 9-cu sualımıza. 9-cu sualda deyir ki, aşağıdakı parazitlərdən hansının əsas sahibi ikinci siqnal sisteminə malik ola bilməz? Bir hamısını xarakterizə edirik. Öküz soliterinin əsas sahibi insan, aralıq sahibi qaramaldır. Uşaq bez quyruğunun yalnız bir sahibi var, insan. Toksoplazma deməli, ibtidai bir hüceyrələrə aid olan canlılar idi, xəstəliyi idi, canlı idi. Toksoplazmanın əsas sahibi, deməli, toksoplazma paraziti, toksoplazmanın əsas sahibi pişik kimlər idi? Aralıq sahibi insan idi. Deməli, bunun əsas sahibi ola bilməz. Qaraciyər solucunun əsas sahibi insan və qaramal aralıq sahibi görülür bizə idi. Ankilostomanın əsas sahibi, yalnız bir sahibi vardı, o da insan hesab olunmuş olurdu. Keçirik axırıncı sualımıza. 10-cu sualımızda nə deyilir? 2000 nəfər əhalisi olan rayonda qan plazmasında A və B antiteli olan insanların sayı 3200-dür. Əgər A antigeninin rast gəlmə tezliyi B antigeninin rast gəlmə tezliyindən 2 dəfə çox olarsa, onda bu rayonda insanların neçəsi A antigenini daşıyar. Baxırıq. Deməli, plazmasında anti və anti-B olan birinci qan qrupudur. Birinci qan qrupu olan insanlarda eritrositində sıfır heç bir şey yoxdur. Sıfır antigeni var. Deməli, burada 3200 nəfər sayı olan birinci qan qrupuna məxsus olan insanlardır. Baxıram görək 0-0 antigeni olan insanlar ümumi populyasiyanın neçə hissəsini təşkil edir? 3200-ü bölürəm 20.000-ə. Burada 32-ni bölürəm buna. Cavab neçə alınır? 0,16. Deməli, mənim 0,0 genotipim 0,16-ya bərabərdir. Mənə təkcə burada lazımdır 0 allel genim. Onda 0 alleli, bunu kök altına salsam alınır 0,14. Deməli, mən 0 allel genim 0,14-ə bərabərdir. İndi mən deyir ki, A antigeninin rast gəlmə tezliyi B antigenindən 2 dəfə çoxdur. Deməli, A bərabərdir 2, B bərabərdir, üzr istəyirəm, 2A-ya. Və Hardy-Weinberg qanununa görə bilirəm ki, A üstəgəl B, yəni ayrı-ayrı allellərin rast gəlmə tezliyi sabitdir, 1-ə bərabərdir. Yazıram, B-yə yazıram 2A, düzdür? Yox, baxın, A 2B-yə bərabərdir. Onda A-nı 2B-yə götürürəm. Oldu. İndi yazıram, A neçəyə bərabərdir? A-ya yazıram 2B üstəgəl B
üstəgəl 0,4 çünki tapmışdım. Bərabərdir 1-ə. Burada deməli 3b bərabərdir 0,6-ya. 1-dən çıxdım 0,4-dür. B bərabərdir 0,2. B 0,2-dir. A bərabərdir. Axı A B-dən 2 dəfə çoxdur. A bərabərdir 0,4. Deməli mənim sıfırım da bərabərdir 0,4. Hə. İndi mən deyir ki, bunda bu rayonda insanların neçəsi A antigenini daşıyır. Yazıram. A üstəgəl B üstəgəl 0. Bunun kvadratı. Çünki yadımızdadır. P üstəgəl Q'nun kvadratını tapırdıq. Burada da 3 dənə allel olduğuna görə 3 allelin kvadratı. Onda bunu açıram mötərizəni. Mötərizəni açanda belə eləyir. AA üstəgəl BB üstəgəl 0, 0 üstəgəl 2A 0 üstəgəl 2B 0 üstəgəldə 2 dənə AB. Oldu. A antigenini daşıyanlar məndə bir budur. İkinci qan qrupu olan. Baxın bir budur. Bir də 2AB-dir. Baxıram yerinə qoyuram. Yazıram AA nədir? AA-nı yazıram. Bərabərdir. 0,4 vur 0,4. Neçə eləyir? 0,16. Sonra yazıram bura 2A0. O da bərabərdir nəyə? 2 vur. Yenə 0,4 vur 0,4. Çünki qabağında 2-ni yazmalıyam. O da eləyir neçə? 0,32. Sonra yazıram 2 vur AB. 2 vur 0,4. B də neçəyə bərabərdir? B də bərabərdir 0,2. O da eləyir neçə? O da eləyir 0,16. Bunları toplayıram. Toplayıram çünki bu insanları soruşur da, düzdür? Baxın, mən bunları toplayanda 0,100-də. Bunları silim, sizə qarşılıq eləməsin. Bunları toplayanda 0,16 üstəgəl 0,32 üstəgəl yenə 0,16 bu eləyir 0,64. Deməli, mənim populyasiyamda olan fərdlərin 0,64 hissəsi nəyi daşıyır uşaqlar? A antigenini daşıyır. 0,64-ə vururam. Burada bu ixtisar gedir. 2 dənə sıfırım burada gedir. 64-də 200-ə vuranda neçə eləyir? 128, 00, yəni 12.800. Cavabım olur A bəndə. Bunu yalnız bunların izahını az izah edib göndərəsiyəm ki, yorulmayasınız. Və səsimə istəsəz, əgər çox gec qutarırsa izahım, 2x-də qulaq asın, amma hər dəfə qulaq asın. Hər dəfə qulaq asdıqca özünüz hiss eləyəsiniz, daha da inkişaf eləyəsiniz. Yəni, daha da məsələləri daha rahat işləyəsiniz. Hələlik, yenə sualınız olsa, yorumlar bölümündə yaza bilərsiniz.